Legal Media Qrupun istehsalı olan Ölümün Verdiyi Həyat bədii filminin ilk tanıtım çarxı ictimaiyyətə təqdim olunub. Filmin tanıtım çarxı paralel taleylər üzərində qurulan dramatik hekayəni əks etdirir və insan vicdanının çətin suallarla üz-üzə qoyulduğu dərin psixoloji dramatik hadisələri göstərir. Filmin istehsalçıları vurğulayıblar ki, Ölümün Verdiyi Həyat yalnız dramatik hekayə deyil, eyni zamanda cəmiyyətin mənəvi dilemmasını əks etdirən sosial mesaj da daşıyır. Film bədii filmdir. Legal Media Qrup tərəfindən istehsalı həyata keçirilir. Filmin rejissoru Ramil Adiloğludur. Filmdə əsasən sosial mənəvi hüquqi məsələləri əhatə edən aktual mövzular yer alır. Tanıtım çarxı izləyicilər tərəfindən maraqla qarşılanıb və filmin kinoteatrlarda nümayişinə olan gözləntiləri artırıb. Legal Media Qrup nümayəndələri əlavə ediblər ki, filmin tam versiyası yaxın günlərdə böyük kinoteatrlarda və onlayn platformalarda təqdim olunacaq. Hal-hazırda Ölümün Verdiyi Həyat filminin ən ağır səhnələrindən birinin çəkişindəyik. Sağ olsun bütün dövlət qurumları, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi hər biri əməkdaşlarını göndəriblər bizim çəkilişə dəstək olurlar. Bizim ən ağır çəkilişimizdir. Baxmayaraq ki, bəlkə də bir dəqiqə deyil bu səhnə, amma baxışın oğlan çağında hal-hazırda 130-dan çox insan burada bu dəqiqə soyğun altında çəkilişdədir. Gələcəkdə filmin qala gecəsi və xüsusi tədbirlər vasitəsilə ictimaiyyətlə daha geniş tanışlıq nəzərdə tutulur.